Bir daha salam, Avto FM'de şəhər adamına başlayırıq. Söz verdiyimiz kimi, düzdür, biraz gec oldu, amma güman edirəm ki, 15-20 dəqiqəmiz çox maraqlı keçəcək. Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil üzr istəyirəm, Hüseynov studiyamızın qonağıdır. Emil bəy, sabahınız xeyir, xoş gəlmisiniz. Hər vaxtınız Necəsiz? Təşəkkür edirəm. Yaxşıyam. Səhər tezdən belə gümraham. Mikrofona yaxın əyləşin. Əla. Mütəxəssislərin səhər tezdən belə gümrah olması yaxşı göstəricidir əslində. Ölkənin gələcəyi ilə bağlı, indiki durumu ilə bağlı və s. və ilaxır. Əvvəlcə gəlin təsis etdiyiniz institutun fəaliyyətindən danışaq. Niyə belə bir institut təsis olundu? Hansı faydaları var və gələcək üçün nələr vəd edir? Təşəkkür edirəm. İlk öncə dəvət etdiyiniz üçün. Müxtəlif özəl və dövlət sahəsində insan resursları üzrə çalışmışam və ölkənin ən aparıcı şirkətlərində böyük işçi heyəti olub 15-20 min. Buradan bütün dinləyiciləri də salamlayıram. Sonradan dövlətə dəvət aldım və dövlətdə də ən böyük HR transformasiyasında Dövlət Məşğulluq Agentliyinin yenidən formalaşmasında iştirak etmişəm və düşündüm ki, özəl sahədə insan resursları üzrə bəlli bir nailiyyətlərimiz var. Dövlətdə də bu transformasiyanı uğurla həyata keçirdik və istədim ki, bütün ölkəyə insan kapitalının inkişafına və bu sahənin daha da Azərbaycanda tanıdılması üçün belə bir institut təsis edim. Bəlli bir araşdırmalar apardım. Sinqapurda, Avstraliyada eyni formatda institutlar var və onların fəaliyyəti kifayət qədər ölkədə bu sahənin inkişafına təsir eləyir. Və mən də Azərbaycanda HR institutunun formalaşması üçün təşəbbüs irəli sürdüm. Sağ olsunlar, həm dövlət, həm özəl sahə dəstəklədi və artıq 5 ildir ki, biz uğurla fəaliyyət göstəririk. Müxtəlif forumlar keçirilir, müxtəlif tədbirlər keçirilir HR-la bağlı. Bəli. Hətta mən bilən beynəlxalq tədbirlər də keçirilib Azərbaycanda. Onların bəzilərinə dəvət almışam və iştirak eləmişəm. Çox da xoşuma gəlib. Düzdür, HR üzrə mütəxəssis deyiləm. Amma Azərbaycanda bu insanların mütəmadi olaraq müraciət etdiyi istiqamətlərdən biridir HR. Maraqlıdır. Azərbaycanda HR-la bağlı son 10 ili bir araşdıranda ortalığa hansı mənzərə çıxır? Azərbaycanda HR sahəsində nələr dəyişib son 10-15 ildə? Çox sağ olun. Əslində asan sual deyil və sevindim ki... Mən başqasına bu sualı verə bilməzdim. Yəni bunu çox təcrübəli bir adama ünvanlamaq lazım idi. O da siz çıxdınız bəxtimə. Çox sağ olun və sevinirəm ki, bizim fəaliyyətlərimizdə iştirak etmisiniz. Bu bizi sevindirir. HR olmayanların da həm izləməsi, həm bu sahədə bizimlə çiyin-çiyinə fəaliyyət göstərməsi. Azərbaycanda elə insan resurslarının, HR-ın, strateji HR-ın inkişafına biz baxsaq, bu elə son 7-8 il əhatə edir. Bu da böyük şirkətlərin ilk olaraq HR sistemlərinə qoyduqları investisiya və bu sistemin faydasından irəli gəlir. Bu sahə ilə bağlı son illərdə bir çox böyük işlər görülüb və Azərbaycan HR İnstitutu olaraq da biz bu işlərin lokomotivi rolunu oynayırıq. Bildiyiniz kimi Cənab Prezident tərəfindən sosial-iqtisadi inkişafa dair milli prioritetlər var. Azərbaycan 2030 sənədi və həmin sənədin də 3-cü milli prioriteti rəqabət qabiliyyətli insan kapitalı və müasir innovasiyalardır. Biz də bu prioritetdə əsaslanaraq Azərbaycanda bu sahənin inkişafı üçün dünyada gedən və dünyada baş verən ən HR üzrə best practice-ləri, ən uyğun yanaşmaları ölkəmizə gətiririk. Ümumi fəaliyyətimizdə 5 istiqamətə mən bölmək istəyirəm. Bunun birinci istiqaməti öyrənmə və inkişafdır, yəni təlim və sertifikasiya proqramlarıdır. Burada məqsəd gələcəyin strateji HR-larını yetişdirməkdir. Ümumi biz bu sahəyə baxsaq, bu sahəni 2 hissəyə mən bölərdim. Əsasən, birinci hissə HR əməliyyatları, kadr inzibatçılığı və qanunvericiliyi hissəsidir. Bu zaten hər zaman olub və bu qanunvericiliyin tələbidir. İkinci hissə müasir strateji insan resurslarının idarə edilməsidir. Biz bu sahədə təlim və sertifikasiya proqramları həyata keçiririk və dünyanın ən nüfuzlu HR təşkilatlarının Azərbaycanda rəsmi nümayəndəsiyik. İkinci istiqamət bu sahədə konsultasiya fəaliyyətinin göstərilməsidir. Burada da məqsəd
kiçik və orta şirkətlərdə bu sahənin formalaşması və inkişafına dəstək olmaqdır və görürük ki, çox uğurlu bu sahədə də nəticələr var. Daha çox bu sahənin inkişafı ilə bağlı dediyiniz müxtəlif beynəlxalq tədbirlər edirik və Azərbaycana dünyada bu sahə üzrə ən tanınmış şəxsləri gətiririk. Bunlara misal olaraq müasir insan resurslarının atası Dave Ulrich misal gətirmək olar. Həmçinin biz keçən il Avropa İnsan Resursları Assosiasiyasının ilk dəfə tarixdə rəsmi üzvü seçildik. Orada 35 Avropa ölkəsi təmsil olunur və Azərbaycan da artıq Avropa İnsan Resursları Assosiasiyasının birbaşa olaraq üzvüdür. Və son nailiyyətimiz biz LinkedIn platformasının da 7 ölkə üzrə regional rəsmi tərəfdaşı seçildik. Düşünürəm ki, bu qurduğumuz beynəlxalq əməkdaşlıqlar da və Azərbaycanda formalaşmış təcrübə ilə bərabər bu sahənin inkişafında böyük fayda verəcək. Biz bunu yerli şirkətlərdə necə hiss edə bilərik? Həm dövlət qurumlarında, həm özəl şirkətlərdə insan resurslarının idarə edilməsi ilə bağlı, bu sahənin formalaşması ilə bağlı və dəyişilməsi ilə bağlı müasir tendensiyalar nədən ibarətdir və Azərbaycanda bunu hiss etmək mümkündürmü? Çox sağ olun suala görə. Mənim üçün bu sualı cavablandırmaq bütün mənzərəni hər tərəfli gördüyüm üçün daha çox birbaşa hədəfə istiqamətlənə bilirəm. Azərbaycanda bu sahə ilə bağlı çox böyük inkişaf olsa da, hələ ki insan resurslarının birinci mərhələsi sayılan işə qəbulda bizim çətinliklərimiz var. Bildiyiniz kimi pandemiya və bəlli bir proseslərdən sonra iş yerlərində daha çox optimizasiya işləri aparılır və bəlli bir biz qlobal şirkətlərdə də bunu görə bilirik ki, ixtisarlar edirlər və burada işə qəbul prosesinin daha sistemli həyata keçirilməsi və burada artıq ənənəvi işə qəbul yox, istedadların cəlbi prosesi, talent acquisition önə çıxır. Bu sahədə bəlli bir problemlər var, bunu etiraf etməliyik. Nə problemdir? Gəlin biraz imkan varsa açıqlayaq. Bəli. Əgər deyiləsidirsə. Əlbəttə. Ümumiyyətlə biz hər zaman şirkətlər tərəfdən baxdıqda bu prosesə onlar daha çox ixtisaslı kadrları işə almaq istəyirlər və bilirlər ki, biz işçi tapa bilmirik, bazarda kifayət qədər işsiz var, amma biz istədiyimiz işçini tapa bilmirik. Siz işçilər tərəfdən baxsanız, onlar da bildirərlər ki, eyni şəkildə iş yerləri daha çox tanıdıqları, bəlli bir deyək ki, hallarda savadlı kadrı işə götürmək istəmirlər. Ümumi götürdükdə hər iki tərəfdə problemlər var. Hər iki tərəfin inkişaf etməsi lazımdır. Bizim işimiz daha çox həm işə götürənlərlə bu sahənin təkmilləşməsi, həm də namizədlərin bilik bacarıqlarının artırılmasıdır. Biz başa düşürük ki, müasir informasiya əsrində yaşayırıq. Kifayət qədər fokuslanmaq problemimiz var. Və həmçinin də tez öyrənmə və adaptasiya bacarığımız 21-ci əsrin bacarığı adlandırıram. Bu istiqamətdə biz özümüzü təkmilləşdirməliyik. İşə götürənlər tərəfdən işə qəbul prosesinin peşəkarlar tərəfindən aparılması və bu sahədə düzgün kadr formalaşması kifayət qədər vacibdir. Çünki bu uzun müddətdə həmin təşkilatın nəticələrinə birbaşa olaraq təsir edir və bu sahədə biz gördüyümüz boşluqlar ondan ibarətdir ki, işə qəbul prosesində hər hansı bir tövsiyələr, hər hansı bir tanışlıqlar daha önə çıxa bilir. Çünki vakansiya sayları az olduğu üçün və hər hansı bir yeni vakansiya açılanda bəzən bunu tam olaraq elan verib işə qəbul prosesini A to Z aparmaq görürsüz, hər şirkət bunu edə bilmir və kiçik şirkətlərin bunun üçün ayrıca büdcələri olmur ki, bu sahəyə peşəkar işə qəbul mütəxəssisi cəlb etsinlər. Amma bu sahədə də biz innovasiyanın, texnologiyanın gücündən istifadə edirik. Dünənləri biz ATS sistemi ilə bağlı mühüm bir görüşümüz keçirildi. Bizim istədiyimiz application tracking sisteminin Azərbaycanda daha çox tətbiqinə nail olmaqdır və bu prosesdə şəffaf işə qəbul prosesinin aparılmasıdır. İnanıram ki, nə qədər işə qəbul prosesi şəffaf olacaqsa, nə qədər bu sahəni aparan mütəxəssis bunun məsuliyyətini və şirkətə verdiyi faydanı başa düşəcəksə, nə qədər ki, şirkət rəhbərləri bu prosesə müdaxilə yox, bu prosesi dəstəkləyəcəklərsə, o qədər düzgün komanda formalaşacaq, motivasiya, komanda ruhu daha yüksək olacaq
və yekunda şirkət nəticələri və şirkət uğuru artacaq. Siz insan resurslarının birinci mərhələsindən danışdınız da, Bəli. işə qəbul Bəli. prosesindən və sonra vurğuladınız ki, həm işə götürənlərlə bağlı, həm iş axtaranlarla bağlı Azərbaycanda müəyyən problemlər var. Bu özü də iki yerə bölünür. Həm özəl sektor, həm dövlət sektoru. Ən çox maraqlıdır problem hansı sektorda yaşanır? Çünki özəl sektor elədir ki, özü-özünü dolandırmalıdır, özü-özünü inkişaf etdirərək maliyyə kapitalını artırmalıdır və s. və ilaxır. Dövlət strukturlarında isə sistem bir balaca fərqli işləyir. Elə bildiniz nə demək istəyirəm? Bəli. Burada problem ən çox hansı istiqamətdədir? Dövlət qurumlarında yoxsa özəl sektorda? Məsələ nə yerdədir? Çox sağ olun sual üçün. Bəli, dövlət qurumlarında bildiyiniz kimi daha çox kadr inzibatçılığı, kadrların sənədləşmə tərəfi daha çox öndə idi, amma son illərdə dövlət qurumlarında da eyni özəl yanaşma tətbiq olunmağa başlayıb. Artıq publik hüquqi şəxslər yaradılıb və dediyimiz müxtəlif qurumlar bu publik hüquqi şəxs modelinə keçiblər. Burada da məqsəd eynidir. Yəni hazır dövlətdə maliyyələşən qurumlarda bir rahatlıq olur ki, gedib işimi görüb. Onsuz da büdcədən alıram da Bəli, əmək maaşı. haqqımı alıram. İşləsəm də işləməsəm. Bəli. Amma özəl qurumlarda təbii ki, işin qarşılığında bu bəlli bir büdcə formalaşır və büdcədən xərclər ödənilir. Dövlət qurumlarında da artıq publik hüquqi şəxslərdə eyni şəkildə müasir insan resurslarının qurulması və tətbiqi prosesi gedir. Mən bayaq vurğuladığım Dövlət Məşğulluq Agentliyində də iş yaradılan publik hüquqi şəxslərdən biridir və dəvət aldığım zaman da məndə bir əminlik var idi ki, biz bunu bacaracağıq və hər zaman iş seçimində özüm də belə birinci olaraq vəzifə, əmək haqqı və digər şərtlərə baxmıram. İlk növbədə baxdığım rəhbərim kim olacaq, kimlə işləyəcəm. Bu çox önəmlidir. Əgər bir uzun müddətli biz karyeramızı düşünürüksə və dövlətdə də biz gördük ki, eyni şəkildə düzgün kadr formalaşması və müasir insan resurslarının tətbiqi mümkündür. Asan deyil, amma bunun üçün mütləq şəkildə həmin HR menecerində idarə etmə qabiliyyəti güclü olmalıdır ki, o bəlli bir rəhbər heyətlərlə bu prosesi əsaslandıra bilsin və bunu sözdə yox, bunu rəqəmlərlə, data ilə göstərə bilsin. Ümumi götürdükdə mənim üçün insan resurslarının inkişafında ən önəmli məqam hər hansı bir beynəlxalq ekspertin gəlib burada sistem qurması deyil və yaxud hər hansı bir hazır sistemin burada tətbiq olunması deyil. Biz praktikada görmüşük ki, ən uğurlu sistemlər, SAP olsun, Oracle olsun, tətbiq olunanda belə yüksək nəticələr almaq olmur bəzən. Ən önəmli olan düzgün korporativ mədəniyyətin formalaşmasıdır. Və işlədiyim hər yerdə işə qəbul və korporativ mədəniyyət istiqamətinə xüsusi önəm vermişəm. Çünki korporativ mədəniyyətin ana sütunu ədalətli yanaşmadır və korporativ mədəniyyətin güzgüsü də rəhbər heyətdir. Ona görə heç vaxt yəni mütəxəssis heyətində, orta heyətdə biz hər hansı bir HR sistemlərinin tətbiqində çətinlik yaşamırıq. Yəni hər hansı bir qaydadır, sistemdir tətbiq olunursa, mütəxəssis heyət bunu çox yaxşı qavrayır və proses apara bilir. Bizim hər zaman toqquşduğumuz və bəlli bir müqavimət gördüyümüz rəhbər heyət olur. Nə müqavimət göstərirlər və niyə müqavimət göstərirlər? Çünki dəyişikliklər hər zaman asan da olmur. Əgər mən sadə bir misaldan deyim ki, hər hansı bir quruma təyinat alıram və həmin qurumda və yaxud şirkətdə işə qəbul öncələr bəlli bir rəhbər heyət tərəfindən həyata keçirilib və onların prosesə birbaşa olaraq nəzarəti olur. Yəni filan kəsi işə götürün. Ümumi desək, prosesi özləri aparıblar və düşünüblər ki, HR sənəd işini görür, kadr alımıdırsa və yaxud hər hansı bir tədbirdirsə bunu rəhbər heyət biz görməliyik. Bu, yəni öncələr normal yanaşma idi, amma biz HR olaraq həmin müəssisəyə gəliriksə, biz bu funksiyanın birbaşa olaraq dediyim qaydalarla, sistemlə HR tərəfindən idarə olunmasını təbii ki, bu prosesi başlayırıq və belə olduğu halda bəlli bir bildiyiniz kimi maraqların toqquşması olur. Çünki biz bu prosesi bəlli bir vakansiya elanıdır, üzərindən namizədlərin müraciətləridir, həmin namizədlərin müraciətlərindən uyğun olanların dəvət olunmasıdır, müsahibədir, test mərhələsidir, işə qəbul komissiyasıdır
bu proseslərin nəticəsində işə alırıq və burada bias halları ortadan qalxmış olur. Və yaxud kimsə istəyirsə mən bu namizədi işə götürüm, artıq edə bilmir. Çünki bəlli bir mərhələlərdən sonra işə qəbul komissiyası var və komissiyada çoxluq rəylə bu proses baş verə bilir. Ona görə belə olduğu halda rəhbər heyətlərin əgər özlərinin hər hansı bir maraqları varsa, bu təmin olunmur və bu prosesdə artıq HR-ın hər hansı bir gördüyü işdə bəlli bir onların da təsir etmə imkanları olur. Bu halda HR menecerin kifayət qədər idarə etmə qabiliyyəti güclü olmalıdır. Çünki onun vəzifəsi rəhbər heyətlə eyni deyil. Vəzifə daha aşağıdır. Deyək ki, menecerdirsə, rəhbər heyət direktor səviyyəsində olan heyətlərdir. Mütləq şəkildə, düzgün şəkildə bu prosesi rəhbər heyətindən necə idarə eləməlidir, bu bacarıqlara sahib olmalıdır. Çox savadlı ola bilər, işini çox mükəmməl bilə bilər, amma bu bacarıq mütləq şəkildə olmalıdır ki, o rəhbər heyətlərlə işləyə bilsin və izah edə bilsin ki, bu HR-ın istəyi deyil, bu təşkilatın maraqları, şirkətin maraqları üçün görülən bir prosesdir. Yəni HR işi belə deyək, təkcə bir HR-ın və yaxud şöbənin işi deyil. Bu bütün təşkilatın işidir. Yəni HR işində dediyim bu mindset təfəkkürü rəhbər heyətin özündə də olmalıdır və yaxud bu proses aşılanmalıdır ki, onlar başa düşməlidirlər ki, əgər biz uzun müddətli bir təşkilat uğrundan və yaxud öz mövqeyimizi uzun müddət bu təşkilatda saxlamaq istəyiriksə, mütləq şəkildə HR funksiyasının işinə dəstək olmalıyıq və bu işi birlikdə həyata keçirməliyik. Bir də HR şöbəsinin, bilməm, departament, şöbə, bunun formalaşdırılmasının özü maraqlı bir prosesdir. Bu necə formalaşır və müasir dövrün tendensiyaları nədən ibarətdir? Bir şirkətin yenicə qurulub, onun formalaşması necə həyata keçirilir? Çox sağ olun. Bugün belə maraqlı suallar verirsiniz. Mən də çalışıram belə əhatəli cavablandırım. Baxmayaraq vaxtımız məhduddur. Təbii ki, biz hər hansı bir yeni təşkilatdan və şirkətdən danışırıqsa, ilk növbədə bu şirkətin rəhbəri və mütləq şəkildə maliyyə üzrə məsul şəxsi olmalıdır. Bu birbaşa olaraq qanunvericilikdə də öz əksini tapır. Biz əgər struktura gəliriksə, təşkilatın birbaşa olaraq komandasının formalaşması hissəsinə gəliriksə, burada da HR funksiyasının ilk növbədə HR üzrə məsul şəxsin təyin olunması mütləqdir. Biz təşkilatçı strukturun formalaşması və orada olan vəzifələr və həmin vəzifələrə uyğun kadr ehtiyacını, buna kadr planlama işi deyilir, workforce planning adlanır. Bu işə qəbuldan da öncəki prosesdir. Bəzən biz planlama işini bütün işlərimizdə geriyə salırıq. Deyirik ki, işi görək, planlama etməyək. Amma planlama olmadan görülən hər bir şey yekunda sistemsizliyə gətirir, çıxarır. İnsan resurslarının da işə qəbuldan da öncə olan prosesi birbaşa olaraq planlamadır. Yəni biz planlamalıyıq ki, 2026-cı ildən misal gətirirəm ki, 2026-cı ildə bizim nə qədər işçi qüvvəmiz nəzərdə tutulur, bu işçi qüvvəsinə uyğun büdcə nə qədər olacaq, hər hansı bir yerdə yeni işçi alımı olacaqsa, bu işçi alımını olması üçün biz artıq işə qəbulun planlamasını edirik və başlayırıq həmin namizədin axtarılması ilə bağlı tələb formasıdır, uyğun görüşlərin birbaşa olaraq həmin departamentdən keçirilməsidir. Bu olmadığı halda artıq bu bütün HR proseslərinin fəaliyyətinə təsir edir. Deyək ki, namizəd lazım olur. Biz namizədi əgər 3 günə, 1 həftəyə tapırıqsa, burada tam olaraq işə qəbul prosesi getmir. Çünki 1 həftəyə, 3 günə tapılan namizəd mənə görə həmin vəzifə üçün uyğun olmayan namizəd ola bilər. Biz düzgün işə qəbul prosesini aparmaq üçün ən azı bir namizəd üçün 15-20 günlük bir işə qəbul prosesi getməlidir. Biz əmin olmalıyıq ki, deyək ki, radioda hər hansı bir layihə rəhbəri aparıcıdırsa, bizim ölkəmizdə bu sahəcə olan bütün insanlar bu vakansiyada məlumatlıdır və müraciət ediblər və biz o bankdan, yəni ümumi CV bazasından ən uyğun namizədləri düzgün seçmişik və onlarla görüşləri və prosesi düzgün təşkil etmişik və ən uyğun namizədi işə götürmüşük. Mən bunu işlədiyim bir holdingdə misal olaraq deyə bilərəm ki, ambara bir rəhbər lazım idi. Mən 15-20 günlük bir işə qəbul prosesi apardım.
uyğun namizədləri təqdim etdik və bəyəndilər. Dedilər ki, ən çox bəyəndiyimiz bu namizəddir. Dedim ki, amma biz alternativ namizədlər də təqdim etmək istəyirik və inanırıq ki, siz digər namizədi bundan da çox bəyənəcəksiniz və alternativ namizədlər də təqdim olundu və sonradan gördük, dedilər ki, sonradan gələn namizəd bundan da güclüdür. Və onun üçün bizim məqsədimiz right time, right place, right person. Yəni bu prinsipə əməl etməkdir. Yəni ən uyğun zamanda, uyğun vəzifədə uyğun kadrın yerləşdirilməsidir. Bu biraz zaman alır. Bəzən rəhbər heyət nə oldu, niyə gec verdiniz, bu proses niyə uzanır? Bunu bizə bəzən irad tuturlar, amma mənə görə biz HR proseslərinə, bütün digər funksiyaların proseslərinə maksimum diqqətlə yanaşmalıyıq və çalışmalıyıq ki, bu departamentlər, funksiyalar arasında da prosesləri düzgün tənzimləyək ki, bəlli bir proseslərin xəritələri olsun, əsasnamələr olsun ki, müdaxilə halları olmasın. Bu gün mənim bir çox təşkilatlarda biz konsultasiya fəaliyyətində də görürük ki, daha çox funksiyalar arasında düzgün münasibətlərin tənzimlənməsi, iş bölgüsü və iş analizlərində daha çox təkmilləşməyə ehtiyac var ki, biz təşkilatın yekunda hədəfləri uğrunda birgə addımlaya bilək. Deməli, Emil bəy, mən sizə təşəkkür edirəm. Düzdür, zamanımız az oldu, amma təxminən bir 25-27 dəqiqə düşünürəm ki, biz sizinlə danışa bildik. Çox önəmli bir mövzudur, maraqlı bir məsələdir. Dinləyicilərimiz söhbətimizin video yazısında 1-2 saatdan sonra YouTube-da da baxa bilərlər, Avto FM-in rəsmi kanalında. Bilirəm ki, danışacağınız bir xeyli mövzu var, amma təəssüf ki, efir vaxtımız buna imkan vermir ki, biz dayanmadan 1-2 saat söhbətləşək. Amma biz bunu bir neçə hissəyə bölə bilərik. Yaxın gələcəkdə əgər vaxtınız olarsa, yenidən qaldığımız yerdən davam etmə imkanımız olacaq. Mən təşəkkür edirəm sizə ki, dəvətimizi qəbul edib studiyamıza kimi gəldiniz. Çox sağ olun. Mən təşəkkür edirəm ki, dəvət etmisiniz. Uğurlar arzulayıram sizə fəaliyyətinizdə. Çox sağ olun. Deməli, qonağımız Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynovla danışdıq. Bir daha vurğulayım. Siz YouTube-da Avto FM-in rəsmi kanalında 1-2 saat sonra söhbətin video yazısına baxa bilərsiniz.